Cəlilabadda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirəsində verdiyi tapşırıqların icrası və 2026-2030-cu illəri əhatə edən dövlət proqramı çərçivəsində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı müşavirə keçirilib. Müşavirədə Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, aparatın əməkdaşları, Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rahib Kərimov, Cəlilabad rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, Cəlilabad Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi Arif Həsənov və rayon fermerləri iştirak ediblər. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, ölkə başçısının qarşıya qoyduğu əsas hədəflər kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişaf etdirilməsi, məhsuldarlığın artırılması, emal sənayesinin genişləndirilməsi və ixrac imkanlarının gücləndirilməsidir. Qeyd olunub ki, Cəlilabad rayonu kənd təsərrüfatı potensialına görə ölkənin ön sıralarında yer alır. Rayonun münbit torpaqları, əlverişli iqlim şəraiti və əməksevər fermerləri bu sahənin inkişafı üçün mühüm imkanlar yaradır. Bildirilib ki, dövlət proqramı çərçivəsində nəzərdə tutulan subsidiyalar, güzəştli kreditlər, texnika və toxum dəstəyi, eləcə də emal müəssisələrinin yaradılması yeni layihələrin həyata keçirilməsinə geniş şərait yaradır. Rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb ki, rayon İcra Hakimiyyəti fermerlərin yanında olacaq. Onların qarşılaşdığı problemlərin operativ həlli üçün lazımi dəstək göstərəcək. Həmçinin dövlət qurumları və sahibkarların birgə fəaliyyəti nəticəsində Cəlilabad kənd təsərrüfatının daha da inkişaf etdiriləcəyi qeyd olunub. Sonda tədbir iştirakçılarına uğurlar arzulanıb və qarşıya qoyulan hədəflərin nail olunması üçün birgə fəaliyyətin vacibliyi vurğulanıb. Qurban Vidadioğlu, İlqar Mustafayev, Bu Gün İnformasiya proqramı üçün.